Salam dostlar, bu videoda CLI modlarına aid olan sualların ikinci hissəsini izah edəcəm. Bir nömrəli sualdan başlayaq. Bu sual bizdən soruşur ki, hansı prompt Global Configuration modda olduğumuzu bildirir? Doğru cavab B variantı. Config promptu Global Configuration modda olduğumuzu bildirir. Bu modda cihazın ümumi konfigurasiyaları həyata keçirilir. Keçək növbəti suala. 2 nömrəli sual. Hansı modda konsol və ya VTY passwordləri konfigurasiya edilir? Doğru cavab B variantı, Line Configuration Mod. VTY-in açılışı virtual teletype'dır. VTY, router və ya switch'ə uzaqdan qoşulmaq üçün istifadə olunan virtual terminal interfeysidir. Cisco cihazlarında Telnet və ya SSH bağlantıları VTY interfeysləri vasitəsilə həyata keçirilir. Konsol və VTY parametrləri Line Configuration modu altında aşağıdakı komandalardan istifadə etməklə konfigurasiya edilir. Line Console 0 və Line VTY 04. Keçək növbəti suala. 3 nömrəli sual. Interface Configuration moddan Global Configuration moda keçmək üçün hansı komanda istifadə edilir? Doğru cavab C variantı, Exit komandası. Exit komandası bir mod geri qayıdır. Bunu nümunədən görə bilərsiniz. Birbaşa Enable moda qayıtmaq üçün End əmrindən və ya Ctrl-Z qısa yolundan istifadə edilir. Keçək növbəti suala. 4 nömrəli sual. Cisco cihazına login olduqdan sonra ilk CLI modu hansıdır? Doğru cavab C variantı, User mod. Cihaza login olduqdan sonra ilk olaraq User moda daxil olunur. Bu modda yalnız cihazın vəziyyətini yoxlamaq və monitoring etmək üçün istifadə olunan əsas komandalar mövcuddur. User modu həm də User XH modda deyirlər. Keçək növbəti suala. 5 nömrəli sual. Interface Configuration modunda olduğumuzu hansı prompt bildirir? Doğru cavab C variantı. Config if promptu Interface Configuration modunda olduğumuzu bildirir. Bu modda interfeysin parametrləri konfigurasiya edilir. Keçək növbəti suala. 6 nömrəli sual. Router Configuration modundan çıxaraq Global Configuration moda qayıtmaq üçün hansı komanda istifadə edilir? Doğru cavab C variantı, Exit komandası. Exit komandası bir səviyyə geri qayıdır. Yəni ki, Exit komandası ilə Router Configuration modundan çıxaraq Global Configuration moda qayıtmaq mümkündür. Keçək növbəti suala. 7 nömrəli sual. Interface Configuration moddan birbaşa Enable moda qayıtmaq üçün hansı komanda istifadə edilir? Doğru cavab C variantı, End komandası. End komandası istənilən Configuration modundan çıxaraq birbaşa Enable moda qayıdır. Keçək növbəti suala. 8 nömrəli sual. Hansı prompt VLAN Configuration modunda olduğumuzu bildirir? Doğru cavab C variantı. Config VLAN promptu VLAN Configuration modunda olduğumuzu bildirir. Bu modda VLAN parametrləri konfigurasiya edilir. Keçək növbəti suala. 9 nömrəli sual. Hansı prompt Router Configuration modunda olduğumuzu bildirir? Doğru cavab C variantı. Config Router promptu Router Configuration modunda olduğumuzu və OSPF, RIP, YARGRP və ya BGP kimi routing protokollarından birinin konfigurasiya edildiyini bildirir. Keçək növbəti suala. 10 nömrəli sual. Enable moddan Global Configuration moda keçmək üçün hansı komanda istifadə edilir? Doğru cavab B variantı, Configure terminal. Enable moddan Global Configuration moda keçmək üçün Configure terminal və ya qısaca config komandasından istifadə olunur. Global Configuration moda qısaca config modda deyirlər. CLI modlarına aid olan sualları izah etməyə çalışdım. Ümid edirəm ki, bu sualların izahı şəbəkəni daha yaxşı öyrənməyinizə kömək edəcək. Əgər video sizin üçün faydalı oldusa, like etməyi, şərh yazmağı və dostlarınızla bölüşməyi unutmayın.